Qədim aforizmə inansaq, dahilər ya az yaşayır, ya kasıb olur, ya da sonsuz olur. Üçbucağının yalnız biri onun həyatında gerçəkləşmişdi. Federico'nun uşağı olmamışdı. Qəribə işdi. Dahi insanların həyatındakı qadınlar hər zaman ilgi çəkərlər. Federico'nu da xatırlayanlar, haqqında yazanlar mütləq onun həyatının qadınını xüsusi vurğulayırlar. Təsadüfə bax ki, o qadının, o böyük aktrisanın adı da Julietta'dır. Elə isə başladıq. O dəfəki söhbətimiz ünlü İtalyan rejissoru Federico Fellini haqqındadır. Sən bu adı heç eşitmişdinmi? Bəlkə də sən bu adı heç eşitməmisən gənc dost. Amma əksinin olmasını elə istərdim ki, bizlər 70-ci illər gəncliyi üçün isə bu ad çox şey deyirdi. Öz adımdan deyim ki, Fellinini çox sevərdim. Onun bir filminə baxmaq üçün tələbə təqaüdümün önəmli hissəsini verməyə hazır idim. Amma onu da bizə çox görürdülər. Moskva festivallarında nümayiş etdirilsə də, onun filmləri Bakıya az-az gələrdi. Azərbaycan teatrında Kabiriye gecələrinə baxdığımı xatırlayıram. İlk günlər bilet üstündə qırğın idi. İndi sənə qəribə gəlir, deyilmi? Həmin kinoteatrın tamaşaçı qıtlığı çəkən zallarını xatırladım. Bu barədə başqa bir yazıda bugün ünlü İtalyan rejissorundan danışırıq axı. Qısa bioqrafiya. 1920-ci il yanvarın 20-sində İtaliyanın Rimini şəhərində doğulmuşdu. Bu şəhər Adriatik dənizi sahilində yerləşir. Yəqin ki, gözəl bir şəhərdir Rimini. Həyatını yazanlar onun uşaqlığına bu şəhərin təsirini xüsusi vurğulayırlar. Sirk sənətçiləri ilə, vadevil göstəriləri ilə zəngin bir dönəm imiş. Federico da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərə daşıyıb. 1973-cü ildə çəkdiyi Amarkort filmini isə kinotənqidçiləri avtobiografik film sayırlar. İlk təhsilini Katolik məktəbində alıb. Burada yaşadıkları da sonralar filmlərində əks olunacaq. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və s. İtaliya faşistlərdən təmizlənəndən sonra 23 yaşında kinoya başvurub. Həyatının qadınına rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub. Fellini yeni dalğanın ən böyük fiqurlarından sayılır. İş burasındadır ki, 40-50-ci illər kino tarixində yeni dalğanın yarandığı illər idi. Artıq köhnə kino, bütün dünya kinoteatrlarında göstərilən filmlər kinoya yeni gələnləri bezdirirdi. Onlar bu filmləri Cinema du Papa, atamın kinoları adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə kasadlıq var, kino adamı təkcə əyləndirməməlidir, həm də bir işə, hərəkətə ruhlandırmalıdır və özləri də arzuladıqları filmləri çəkirdilər. İtaliyada da bu cərəyan var idi. Həm də İtalyanlar öz yeni dalğalarını yaratdılar. Buna tənqidçilər ikinci kino renesans deyirlər. Həmin kino dalğanın ən böyük fiqurlarından biri isə Federico Fellini oldu. Talih Federico'nun üzünə lap başlanğıcda güldü. Onu İtalyan neorealizminin öncülü Roberto Rossellini ilə qarşılaşdırdı. Rossellini 1945-ci ildə çəkdiyi Roma Açıq Şəhər filminin ssenarisini yazmağı Federico'ya təklif etdi. Yəqin bu filmin adını eşitmisiniz. Film həmin ilin Cannes festivalının baş mükafatını qazandı. Bundan ruhlanan ikili 3 il sonra Federico'nun senarisi ilə daha bir film, eşq filmini çəkir. Ən maraqlısı bu filmdə ünlü İtalyan aktrisası Anna Magnani ilə Federico'nun bir yerdə oynamasıdır. 2 il sonra Fellini ilk rejissor işi, Variete işıqlarını çəkir. Ancaq ilk dünya şöhrətini 4 il sonra 1954-cü ildə çəkdiyi La Strada, bitməyən küçələr filmi ilə yaxalayır. Yeri gəlmişkən, bu film Azərbaycan dilinə dublyaj olunub. Filmdə qadın obrazını Giulietta Mazzina, Fellininin ömür dostu canlandırır. Sonra Kabiriye gecələri, Dadlı həyat. Bu filmdən sonra hökumətin yasağı ilə qarşılaşmışdı. 8 yarım, Ruhların Giuliettası, Klounlar və s. Tam 23 film. 1993-cü ildə son filmini çəkir. Ayın səsi. Fellini artıq 4 Oscarlı rejissor idi. Saysız film festivallarının laureatı idi. Fefe, nə üçün bizim də başa düşdüyümüz filmlər çəkmirsən? Bu sualı hər zaman Romanın taksi sürücüləri Felliniyə sorarlarmış. O da belə cavablarmış. Onlara gerçəyi anlattığımı, yalanları hər kəs qavurarkən gerçəyin həmişə çox mürəkkəb olduğunu söyləyirəm. Nino, Marcello, bir də Giulietta. Fellini haqda yazanlar onun əksər filmlərinin bəstəkarı Nino Rota'dan, filmlərinin əvəzsiz ulduzu aktyor Marcello Mastroianni'dən bəhs etmədən sözlərini bitirmirlər.
Nino Rota ile Fellini'ni dünya kino tarixinin ən ünlü rejissor musiqiçi ikililərindən biri adlandırırlar. Nino Rota həm də Xaç Atası filminə musiqi yazan bəstəkardır. Qaldı Marcello'ya. Federico deyərmiş, bəzən aramızda anlaşma o qədər mükəmməl olur ki, sözləri düşüncələrdən ayıra bilmirəm. Biz danışmadan da bir-birimizi anlayırıq. Giulietta, canlı qeyd dəftəri. Giulietta Roma Universitetində Marcello ilə bir yerdə oxumuşdu. Tələbə teatrlarında oynamışdılar. Fellini Giulietta'nı kinoya başvurduğu il 1943-cü ildən tanıyır. Elə həmin ildə də evlənirlər. Giulietta Mazina onun həm həyatının, həm filmlərinin qəhrəmanına çevrilir. 50 il bir yerdə yaşayırlar. Kino işçiləri üçün şaşırtıcı bir faktdır, deyilmi? Fellini özü də deyərmiş. Bir adam biri ilə həyatının 50 ilini keçirirsə, o zaman bütün xatirələr ortaq xatirələrlə dolu bank hesabı kimi o birinə də keçir. Biz hər ikimiz yaşayan qeyd dəftəriyik. Federico onları Federico və Giulietta çağıranlara belə deyərmiş. Görəsən Romeo və Giulietta 50-ci evlilik ildönümlərini necə yaşardılar? Sevgiləri bu illər boyunca davam edərdimi? İnanıram ki, onların durumu da Giulietta ilə mənimkindən fərqli olmazdı. Başqa bir şok edici fikir. Giulietta'ya inanıram. Ona görə də dinə ehtiyacım yoxdur. Giulietta mənim həyatımda bu boşluğu doldurur. Təəccüblüdür, deyilmi? Nə deyirsiniz deyin. Yer üzündə qadınları haqqında belə düşünən kişilərin olması, hətta dünyalarını dəyişsələr belə, qürur verici bir hissdir. Böyük şəxsiyyətlərin sevgiləri də böyük olurmuş. Daha bir fikir. Giulietta Mazina mənim istəklərimə, zövqümə, ideyalarıma tam cavab verir. İnanmıram ki, ondan yaxşısını tapa bilərdim. Daha biri. Dünyada 50 il bir yerdə olacağım bir başqa qadın yoxdur. Onlar 49 il, 11 ay, 29 gün birlikdə yaşadılar. 1993-cü il oktyabrın 31-də böyük rejissorun ürəyi dayandı. Sabahı noyabrın 1-i onların qızıl toyu olmalıydı. Ömür dostu üçün belə sözlər söyləyən kişi cəmi bircə gün artıq yaşamağı bacarmadı. Onu anadan olduğu Rimini şəhərində, doğmalarının yanında dəfn etdilər. Romadan Riminiyə qədər matəm kortejinin keçdiyi yol boyu böyük izdiham seli onu son mənzilə uğurlayırdı. Dünya kinosunun ünlü isimləri onun haqqında deyirdilər. Ölümü kinonun bu yüzyıldakı ən böyük itkisidir. Woody Allen. Kino tarixi Fellini öncəsi və Fellini sonrası deyilən iki dönəmə ayrılıb. Yves Boisset. Romeo'dan sonra onsuz da xəstə olan Giulietta bu Federicosuz dünyada 5 ay dözə bildi.